Bu gün sizə iki sual təqdim edəcəm ki, əgər bu iki sual imtahanda qarşınıza çıxsa, bu deyəcəyim üsullarla imtahanda vaxt qazanmış olacaqsınız. Amma nəzərə alın ki, bu deyəcəyim üsullar akademik üsul deyil. Yəni test suallarında sizi bir addım qabağa salsa da, amma ətraflı yazı tiplərdə isə əlverişli olmaya bilər. İndi isə birinci sualımızdan başlayaq. A ədədi üçün uyğunluğu müəyyən edin. Mən uyğunluqları deməli silmişəm sizin üçün. Çünki birinci ilə ikincini sizə özüm izah edəcəm. Üçüncünü isə sizə ünvanlayacağım. İlk öncə başlayaq birincisindən. A bərabərdir kök altında 2010'un kvadratı çıxılsın 2008 vurulsun 2012. Deməli bizdə 2010'un sonuncu rəqəmi sıfırdır. Sıfırın kvadratı bizə nə verəcək? Sıfır. Sıfırla qutaran ilk iki rəqəmli ədəd bizdə olacaq 10. 10'dan çıxacaqsınız uşaqlar. Baxın, bu 2008 vurulsun 2012. 8'i 2'ye vuranda 16 eləyir. Son rəqəm 6 ilə bitir. Həmin 10'dan 6'nı çıxacaqsınız, eləyəcək 4. İfadə kök altında olduğuna görə ondan da 2 çıxacaq. Deməli, A'mız 2'ye bərabərdir. İkincisini izah eləyirəm. A bərabərdir kök altında 2011'in kvadratı çıxılsın 2008 vur 2014. İndi sonuncu rəqəm 1'dir. 1'in kvadratı olacaq bizdə 1. Sonu 1 ilə qutaran ilk iki rəqəmli ədəd bizdə olacaq 11. 11'den çıxacaqsınız. Baxın, bu 8'i 4'e vuranda 32 eləyir. Amma son rəqəm olacaq 2. Yəni 11'den də 2'ni çıxanda 9. Kök altına da salsaq cavab çıxacaq 3. Deməli 3'e bərabərdir. İndi isə üçüncünü siz yorumlarda qeyd edin. Və mən ikinci suala keçirəm. 4x kvadrat çıxılsın 7xy çıx 36y kvadrat bərabərdir. X çıx 4y vur A. A çox ədəsinin əmsalları cəmini tapın. Sizdə bu tip sual verərsə və A çox ədəsinin əmsalları cəmini istəyərsə, o zaman siz dəyişənlərin yerinə, dəyişən yəni x-dan y-in yerinə 1 qoyub hesablayın. 4 çıxılsın 7 çıx 36 bərabərdir. 1 çıxılsın 4 vur A. Buradan A'nı tapın. Mənfi 39 bərabərdir mənfi 3A'ya. A da bərabərdir. Mənfi 39 bölünsün mənfi 3'ə. Yəni cavab olacaq 13. Yəni A'nın əmsalları cəmi, aldığımız cavab 13 olacaq.